Bakımızın tıxacı bu bizim ailəmizə də təsir edir, bu bizim cibimizə də təsir edir, bu bizim səhhətimizə də təsir edir. Gör nə qədər mənfi cəhətləri var. Amma adı bir dənə tıxac. Həyatda ən vacib resurs vaxtdır. İnsan gəlir tıxacla stres, yemək yeyir, stresi, evladına vaxt ayırmır. Ona görə biz negativlərimizi tökməyə aynaya, gəlin aynaya ideyalar verək. Düzdür? Bəli, Bəlkə elə bir biz ideya bütün verək. şərhləri oxuyuruq, Bəli. gələn zəngləri dinləyirik və bizim üçün bu çox vacibdir. Mümkün olan bütün dəyişiklikləri, yenilikləri də onların əsasında eləyirik. Mikromobillik vasitəsilə, mototsikllə, velosipedlə, hər şey ictimai nəqliyyatla. Bəli. Çünki ictimai nəqliyyatın vaxtı qrafikə uyğundur və siz aşağı-yuxarı bilirsiniz saat neçədə çatacaqsınız. Amma avtomobillə bunu öncədən planlaşdırmaq qeyri-mümkün. Xeyr. Ən azı avtobusdan daha tez çatmaq şansı verirsiniz mənə. Alternativ. Get maşınla özün bilərsən. Yəni biri var ki, avtobusda tıxacda qalsın, maşında qalsın, hamısı qalsın. Bu insan üçün böyük bir yük olar. Amma şəhər içi əslində qalsın. Vallahi avtomobil komfort deyil. Şəhər içi Artıq komfort deyil. Mən o gün Razılaşmalı 20 dəqiqə görüşə gecikdim. Vaxtımı planlaya bilmirəm. Mən bir tədbirə gəlmişdim. O tədbirdə Aynanın kommunikasiya departament direktoru Vəli bəyi gördüm. Dedim, Vəli bəy, mən sizi buraxmayacağam. Mən sizlə bir video çəkəcəyik. Gəlin izləyicilərimə maraqlıdır. Çünki bu Aynanın gördüyü işlər maraqlıdır. Bütün günü bu yolda biz hərəkət edirik və çox sizə şikayətlərimiz də var. Onun gəlin insanlara, izləyicilərimizə bir yarım saatlıq bir çəkilişi xahiş elədim ki, izləyicilərimizə izah eləyək ki, doğrudan durum nə yerdədir və biz nə istəyirik. Sağ olun Vəli bəy ki, razılaşdınız. Təşəkkür edirəm əzizim. Siz sağ olun. Ümid edirəm ki, maraqlı olacaq. Biz də burada Vəli bəyin otağında tez lövhə də tapdıq ki, tam izahını verək sizin üçün.